Elə ben doldum dilber, durabilmem. Salam bala. Salam Arif müəllim. Müəllimin anı? Qara müəllim yoxdur. Nə deyirəm, olmaz. Gələndə deyərsən ki, Sabir müəllimin təqaüdə çıxmaq vaxtı pul yığırıq. Yaxşı? Yaxşı. Həm də kabinetə gələr, iclasdır. Biraz cəld olsun. Yadından çıxmayacaq? Yox. Deyərsən. Hə, bir də deyərsən papağı qalıb. Onu da götürsün. Böyle mahnı oxumurlar axı. Səni inandırım ki, bu Arşın Mallanın ən sentimental hissəsidir. Sən sevirsən, aşık olmuşsan, vurulmuşsan, tələsmədən, hiss edərək. Elə ben doldum, elə ben doldum. Siz niye gizlendiniz ki? Ne yapmışam? Niye gizlendiniz? Yok, gizlenmemiştim. Perdenin arkasından mahnının ahengini hiss eləyirdim. Elə ben doldum. Siz ben ad günde de böyle gizlenmiştiniz. Ha, sen çok sual verirsen. Derse konsantrasyon ol. Derse konsantrasyon ol. Evde ışığınızı yağmur müəllim. Ne sorsa. Hem şu telefonu burada zərtkiyə qoşsana göre soruşurum. Sen ben soru sual verirsen. Öyle bir polis şöbesi. Böyle şey yoktu. Şala şulan yık ders kurtardık. Hoş geldin. Şeydi. Ayın axırıdır. Atan pulu verib 60 manatı. 50. 50 olsun. Yollayıb. Yok. Ver. Dedi ki bağışlasın, pul biraz gecikəcək. Niye bağışlasın? Niye ben bağışlamalıyım? Sabaha pul gelsin. Yaxşı. Yaxşı. Kızım gitme yol pulun var. Hə, narahat Yok olmayın. yoksa denən çəkinmə. De kızım. Yoksa? Yox, var. Altı adım var. 6 manat. Hə, var. 15 manat ver. Ya 1 manat bəs yol pul eləyərsən. Qaldı 55 manat. 45. Ya olsun 45. Mən qaçıram. İclasa sən də evinizə get. Nə qədər pulun olması vaxtında 50 də problem var. Yoldaşlar, deməli belə. Biz neçə vaxt düşünürdük bu haqda. Axırı qərara gəldi. Mən geçmişəm ya siz tez başlamışsınız. Kızım biraz bu tarafa otur. Başına dön, bu tarafa otur. Xanım zəhmət olmasa bir dəqiqə ayağa dur. Keç bacının yanına. Qaramelli, Ay sağ ol. baş geldiniz. İcazə versiniz? Ha buyurun. Çok sağ ol. Demək, mənim sizə iki dənə xəbərim var. Biri şad xəbərdir, biri bəd xəbər. Buyurun. Şad xəbər odur ki, teatrımıza yeni aktrisa gəlir, Nigar xanım. Çox istedadlı aktrisadır. Təzə çıxanda köhnəni ulduz eləyirlər. Köhnə ayıma baxdana. Bəd xəbərsə budur. Demək, 3 nəfər sənətkar bizim teatrı tərk eləməlidir. İcazə verin onların adlarını deyim. Buyurun. Buyurun. Birincisi Səmaya xanım İbadova. Getməlidir. Əvvəldən demişdik biz. Evdar xanım kimi çox mükəmməlsiniz. İkincisi Vüqar Məmmədovdur. Bu gün artıq gəlməyib işə. Üçüncüsü Qara... Ya bir dəqiqə daha hərəkətdən çıxdın ay ev ya. Bir dəqiqədən deyəsən siz mənim o birisi üzümü görməmsə susduqca boynuma minirsiniz. Mən o boyda Balşoy teatrda dizimi qoymamışam. Burada harca gədə-güdələr mənim yerimə qərar versin. Bir dəqiqə hamı imam evladı oldu, bir dənə qarıda problem oldu. Nə görsən filan gör. Mən səni kimi ərimdən xəlvət gedib rejissorla mazaqlaşmıram ha. Vəli, sən döyülüydün içi Piyanolov Sultan Bəyin o dekor hovuzuna kusa. Bir dəqiqə. Niyə hırılırsan canım? Hollandiyada, qastrolda, o gədə-güdələrlə çıxartdığın onun yadından çıxır. Qara. Yadından çıxsa videosu var, mən çəmişəm telefonu. Qara. Sabri müəllim, səsimi qaldırdım, sizdən üzr istəyirəm. Sabri müəllim bizim axsaqqalımızdır, illərlə teatrımıza çalışan adamdır. Amma qəbul edin ki, siz də buralara öz gücünüzdən gəlməmişsiniz. Direktora girib çıxmaqdan iyi verirsiniz. Ağlınızı başınıza yığın. Hər şey atıf dökərəm ha. Qara. Bayan düşdünüz. Qara, yara, qara, nə qara? Nəyə gidiyorsun? Bir səbrin olsun da. Ha, nə səbrə, həm. Söhbət səndən getmir. Kimdən gedir? Qarazadə Şakir. Sən ne olur? Şakir çıxarsan. Ha, di ha. Ha. Yoldaşlar, aktyorluq budur. Elə oynamalısan ki, tərəf müqabilini inanmalıdır tamaşasından əvvəl. Stanislavski sağ olsaydı, inandırım sizə turvel çalardı. Yani biraz içten oynadım, biraz istedim abu hava qatam ama üzünüzü görərdi. Siz sifətiniz sönmüşdü, onu görərdiniz. Arif müəllim, mənim adım var orada.
Mən gedə bilərəm. Balamsan gəl öz yerinə. Balamsan ki. Arman, təşəkkür edirəm, sizə böyük hörmətim var. İmkan olsa Sultan bəyin hovuzun suyunu təmizlətdir. İbrahim Sıxam, sən də rejissorla söhbət yığışdır. Buyur kardeş, buyur. Alman neçədir? Bir man. Neçədir? Bir man. Bir manat alma olur, ayıbdır. İki manat 30 qəpik. Billah. Zəhmət olmasa bu 2 manata 5-likdən çıxın. 1, 2, 3, 4, 5, 6. Bu da 30 qəpik. Başa düşmədim. Nə, başa düşmədiniz. Hər dəfə 5 qəpik xırda qalanda 3 qəpik vermirsiniz. Buyurun da, bu da 30 qəpik. Necə? 3 manatımı qaytar. Biraz söz oldu. Olmadı. Elədik siz axırda sizin pensiyanızda, maaşınızda psikalən verəcəklər. Buyurun, buyurun. Verin. Növbətə gözləyirlər. Zırğı yoxdur. Paket edeyim. Bu nə da? Biraz söz oldu. Bu neçədir? 10 qəpik. 10 qəpik. Bir. Buyurun, buyurun. Sırada gözləyənlər var. Buyurun. Söz oldu. Dadı xoşuma gəlmədi. Qara, Aa, yoxdur imkanım. Ay, Samet, sağ ol. qonşu necəsən? Sağ ol, sana. Piyadasan, maşın xarabdır deyəsən. Ya, xarabdən də bir sən Samet, bazardan yarsan. Ay, ortancının adı günlə hazırlaşırıq. İnanırsan bu bazarlıq evini yıxdı. Allah acıq yetməsin, bu 3 uşağı saxlamaq çox zülümdür. Hərdən bu bazarlığın əlindən heç mən kreditlərlə çatdıram biləm, inanırsan ay qara. Ay, kredit də götürmüsən. Ha, özdə evi girov qoyub götürmüşəm. Evi girov qoyub, başdan pul götürmüşsən. Ha, verməsən nə edəcəklər? Heç nə edəcəklər, çıxardacaqlar məni evdən bayra. Ha, vermə, çıxardası deyirlər. Samet, səndə 3 uşaqdır. Hə, ay qonşu. 3-ü də evdədir. Ha. Dettomuza da verməmsən. Yox, ay qara, dettom nədir? Çatdırmayacam belə. Aa, qonşu, oyunlar səni televizorda gördüm, tamaşanı göstərirdilər. Televizorda baxsan, Samet, səni evdən atacaqlar. Valla belə biraz qənaət elə qadınam. Televizor oradan, oradan nə olub? Ay, yox, inşallah yaxşı olar. Sənə bir şey deyim, qonşular susuzluğa öyrəşə bilir. Ha, da nə qarsınlar, öyrəşirlər də ya. Yox, yox, əslində öyrəşmək lazımdır da. Hə, su olmasa nə olasıdır ki? O qədər insanlar susuz yaşayıbdır ki. Hə də, Afrikan çöllərində. Bax, cavanların geyiminə bax, bunların vidinə, fasonuna bax. Görsən, hansısa manə gəldik çıxdıq. Sənətin nə olduğunu qavramırlar. Hə, qavramazlar. Sən aktör adamsan. Sən yüksək materiallar... Qonşu! Neyinirsən? Heç. Əşyəqin Qaragöz yazılmış. Aa, qonşu, bir dəqiqə yadımdan çıxmamış. Ad gününə səni də dəvət edirəm mütləq gəl. Arvad ləzzətli aşsızır vallah. Yox, mən gələməyəcəm, vaxtım yoxdur. Utanmaz da lazımdır, inciyərəm ha. Şeydir, bilirsən, təzə əsər üzərində. Olmadı. Gələrəm, yaxşı. Gözləyəcəm ha. Qızı 5 manat elə ürəksiz verdi ki, bütün bərkəti qaçlayıb pulu. 2 manat marketdə getdi, 3 manat sabağa günə gedir. Dağıt qazancını, qara, dağıt. Hər 3 manat ad günə dəndə gözlə hesablı yaşırək. Mən nə yiyəsiyəm ki orada? Stalişdə. 0.20 üstəyər. Mimoza 0.1.5 üstəkal. Aş. Mütləq aş.
0.65. Hə, 60, yağdı, hatta da düydü də. Kebab. Gözüm sulandı. Kebab. Babat yiyəcəm amma. 1.90. Dadi boyu yiyəcəm amma davcı. Bəs tort. Bir dilim bəs tort. Üstə gəlsin. Üç manat keçdi. 3 manat keçdi tortdan. Tort kalsın, kebap kalsın, aş kalsın, starişin kalsın, mimoza. Mimoza çıx. 0.1.5. Yanında da onunla 10 qəpik borc var, 2.90 elədi. Yox, tort bir dilim artıq yiyərəm. Tort, maya baş. Yaxşı, əla. Hep yox. Ne versen ay qara? Veya bazarda yemişsən, sabaha gündə yiyəcəksən, qoy yerinə. Ya uzundan biraz alladaq. Bir damız da. Yaxşı, qoy. Götür. Söndürək. Tamam büyük. Aktarıp tapdım seni, sen de mi sevdin yar beni? Gör ne haldır görmür gözüm, xoşbəxtlikdən dünyanı. Xoşbəxtlikdən nədir qara qocalmısan? Əclaf oxuyur da. Sən kimsən? Sen salam. Salam. Ben Nigar. Nigar? Hə, təzə gülçöhrə sənsən. Deyilene göre benim. Lap yaxşı. Mən də xalasıyam Cahan. Qarı ilə səhnədə olmaq fəxrdir, fəxr. Düz deyir size. Sözün əsl mənasında peşəkardır. Deyirəm, qız, yaman heyran baxırsan ha. Ehtiyatlı ol. Birdən vurulub eləyər səni. Siz ne danışırsınız? Yox, xeyr, vurulası adam deyil, onun üçün deyirəm. Yoxsa ki, onun pulunu balta kəsməz. Amma qəpiyindən keçən deyil. Mənim ad günümdə gətirib boş konvert salmışdı. Əclaf. Düz deyirlər. Düz deyirlər, elə xalis Hacı Qaradır. Hacı Qara. Cengiz xanım, rejissor sizi çağırır. Hə? Lap yaxşı. Gedək, gedək. Bəli. Salam. Salam, nə lazımdır? Nigaram. Nigar. Nigar xanım. Buyurun. Arif müəllim sizin haqqınızda danışmışdı. Necəsiz? Yaxşıyam, çox sağ olun. Arif müəllim sizə mənim nömrəmi vermişdi ki, siz mənə zəng eləyəsiniz. Mən də gözlədim, gördüm zəng gəlmədi, özüm gəldim də bağışlayın da. Açığı mən elə zəng eləmək istəyirəm. İndi zəng eləmə, bu dəqiqə o da özünüz gəldiniz, ehtiyac olmadı. Laf yaxşı. Qara müəllim. Bəli. Mən sizin haqqınızda o qədər yaxşı eşitmişəm ki, bayaqdan da qulaq asıram. Çox valeh edicidir, çox. Çox sunisən, inandırıcı deyilsən. Təbii ol, təbii ol. Ola bilər, düz deyirsiniz. Ümid edirəm ki, təbii oynamağı siz mənə öyrədərsiniz. Ya işimiz budur. Oradan senarini gətir bir məşq eləyək. Balam. Mən çox kobudam ha. Yox, inanca görə senari yerə dağılanda əsər alınmaya bilər. Üstündə oturmaq lazımdır. Bu olsun bizim birinci dərsimiz. Olsun. Nigar xanım, bugün biraz başım ağrıyır.
Sabah vaxtınız var məşq eləməyə? Onda sabah məşq eləyək. Qara müəllim, Hə, bəli. bilmirəm necə deyim. Deyim. Deyirəm bəlkə ikimiz bir yerdə oturub çay içib məşq eləyək. Ya, çaya nə ehtiyac var? Elə məşq eləyək də. Elə bir... Ay! Qara müəllim! Ha bu nətər adamdır? Tanış ol. Qara müəllim. Tamamı qədrini bilir. İsti suyla istilir. Ne dersiniz? Sən xəbər birdən verdin, təzyiqin qalxdı, xayır. Ay, sənin başın xarabdır. Bəddə, restoran zad nədir? İlin günün bu vaxtında varlısan sən. Varlı deyiləm, bir çamadan pulum var, çıxardım sayayım. 50 cəmin nə puldur ki? Hə? Hələ sən gör nə qədər ekonomiya eləməlisən. Birini alıb gətirmişdin də. Nə oldu axırı? Hə? Boşadın güclə canını qurtardın ondan. Bəsdir ya. Boşdu da, boşdu. Ay dədə, tək ölüm mən, tək ölüm. Bəddə, ölsün sən istəməyənlər. Pulun var, evin var. Doğrudan ha, evin kirayı pulunu getirməliydin. Getirimsən, ver bura. Tez. Təzyiqin qalxır, amma yaddaşın yaxşı da. Ver bura. Maşallah. Senin yüzüne lanet. Alqış da gəldi, görsən. Lənətlə. Nə oldu yenə? Ay ki, doğmaca balana pul alırsan ev kirası. Yaxşı, indi nədir ki, nədir? 45 yaşı var bunun. 45. Bu seni çiyninde aparıp kullayacak. Ve bunu öğlendir de. Dayısı, herif elə o işe göre gelir. Öy? He. Düz deyirək Qaragöz. Yox, nə evlənmək. Sadəcə olaraq teatrda iş yoldaşım. Kamilə Müsey, kızı restorana yemeğe davet edip ilin gülün bu vaktında. Ay məsə bu lanet. Ne olsun he? Eləyib eləsin. Abala sen bu kaftara fikir verme. Adam kimi bir gece romantik hayat geçirmek ağladı. Para! Ya gel Qara, sen de gel bura. Yeni gitti. Güldürürsən. Dedin də birdən bəlkə bağlatdırarsan. Ay. Dərcar. Yaxşı, çəkinə hörmət elə. De. Nədir? Sabidən işin düşür. Elə ola. Hə. İstəyirəm bura qız gətirəm. Qız getməzsən bura. Hə. O pişiz al de, kabinet zad görsən burada. Ara gətirəsən qızı. Hə, mən bura. Hə, elə qızdı, kabinetinə deyim. Qız var, romantik söhbət eləmək istəyirəm. Ciddi yəni? Sən nə apasın adamsan, gəlsən? Bulvardakı çayxanalara zada apardı, heç Ay olmasa. bala, ay Əhməd, mənim qayğıma qalma. Sən menyunu denən, ucuz nəyin var onu denən. Qutab. Burada ancaq qutabdır, pivədə. Qiymətlərini de. Hər yerdə olduğu kimi də 50-dir ət. Hə. 40 bu qarın, 30 da göy. Belə də sən 3 dənə göy qutab elə. 3 dənə göy. Bir də 2 dənə də göy qutabı. 1.50. 3 göy, 2 də belə göy, ha? Hə. Hərəsindən 10 verərəm, narahat ol. İmkanım onu deyil, yəni. Göy qiymətini 10 hərəsindən verərəm. Yaxşı, bir çayla şokoladda zaşot zavideli. Çox sağ ol, Əhməd. Əhməd, telefonun üstündə olmaz. Məndə üstümdə deyil, harada? Adamsan, bu dərəcədədir, ala. Bir də. Tez. Yaz ora 3 dənə göy, 2 dənə də göy. Ged oraları yığışdır. Alo. Salam Nicat. Necəsən? Ha, telefonla danışıram. Mənəm Qara müəllim. Nicat. Mən fikirləşdim sabah özümə istirahət verim. O sənin təklifin yadıma düşdü.
Deyirəm, əgər səndə sağ boş vaxtın varsa, görüşə bir çay çək, çörək yeyək. Nə deyirsən? Ha, vaxtın var? Yaxşı da. Onda şey eləyək də, Nigar. Sabah mənə zəng elə, görüşək. Yox, bu mənim öz nömrəm deyil, öz nömrəmi yığarsan. Oldu, sağ ol. Oldu, sağ ol. Zəng eləyərsən, ha? Birini bilsən, beşini bilmirsən. Ayıb deyə, zəng eləyərsən, ləsən. Ya, papamla danışım. Bıra ver, əksi. Ay, pap! Mürsəl dayı getdi, işi var idi, getdi. Sağ ol. Gətir, ver bu stolun üçün. 3 manat 40 qəpik. 3 manat 40 qəpik deyib durub. Onu mənə 3 manata verərsiniz. Maya dəyəri 3 manat 40 qəpikdir. İstəyirsiniz 30 qəpiyə həsrəcini verə bilərəm. Oğlan üçündür? Yox, qız üçündür. Oğlan uşağının adı üçündür. O belə şey takmaz. Baxın da. Al. 50 qəpiyə xırdan var. Xeyr. Özümdə var onda 2 dənə. Paket eləyim? Yox, pulum yoxdur. Mən eləyirəm. Paket sizlikdir. Çox bahalı paket eləyin, xahiş edirəm. Yaxşı. Mən sizə yedirik. Bibi sənə qurban. Bibi gör nə alıb sənə. Gədə elə bir İtalyan. Qara. Sən canım doyunca yedin mi ay Qara? Narahat qaldım biraz. Çay süfrəsinə tez keçmədik. Nəyə yeyəcək? Qonşu. Deyirəm doyunca yedin mi çay süfrəsinə tez keçmədik. Yox, maşallah, yaxşı süfrəşmişdi. Nuş olsun. Belə şey yoxdur ya. Nə olub? Qardaş kimi deyirəm, oğlan şanslasın bu qədər uzatma. 40 geçsin. Nə bilim, anası da deyir uzadaq, biz də uzadırıq. Yaxşı, mən durum yedim. Görüşək. Ay Qara, tort qaldı ya, hələ tortu kəsməmişik. Əş qalsın, başqa vaxt yeyərəm. Sağ bir şey deyim, Səməd. Bu uşaq böyüyür, özündə kredit ödəyən adamsan. Rasxod çoxalır. Bunu ver Bettoma. Evdə gül var mı acı? Gül var evdə Səməd? Yox. Gül olanda xəbərini bazan gətirəm, oldu. Belə şey yoxdur. Qara, Gətirmən! sən otur, mən əmini yola salım. Çiyi. Qara. Nə var sənə bala burada? Divarlar yazsan, la mı? Buradan keçəndə adınızı gördüm. Dedim biraz dəyişiklik eləyim. Zu yazdım da Qaragöz olsun. Niyə bala? Niyə? Səni tanımıram, xeyirdi mi? Bir dəqiqə deyim. Bilirsiniz, deyir yer yumrudur. Ayna kimi əvvəl-axır yumuruq, şeylə tələsirəm. Bilirsiniz, mən sizin oğlunuzam. Nədir? Oğlunuzam siz. Oğlumsan? Hə. Oğlumsan? Hə. Ben bunu niye demirdin ha? Bir can kucaklayıp bağrıma basıp ben tarafa dur ha. Ucuz oğluna normal plan kur. Tanlanıp tane boyuna dur. Plan? Ne plan Qaramam? Qara uşaqdır ha. Sen dedin ki oğlunam qarada inandı. Sağ dedin ki mamam xəstədir. Bir sürü dənə böyrəyində çatışmamazlıq var. Qara pulda gözü var. Gözlük var pulumda. De. Bu da analizdə. DNK testimiz. Baxın, inanmırsınızsa var. Bədəl dadı. Hə, bədəl. Bədəl. Bunu bir tane saxla. Mən bilirsən nəyə başa düşünürəm? Uzun illərdir mən heç bir qadınla yaxınlığım olmayıbsa, hardan oldu mənim uşağım? Hamamdan olmuşsan? Ağzım hoşduruq onun qonşudur. Siz evlisiz axı. Arxivimi qurdalamısan? Dikəz. Sizin keçmiş həyat yoldaşınız. Düşəz anamdır. Hə. İnanmırsınız? Bir dəqiqə zəng eləyim, Ay, danışaq. yaxşı, çal. Kraskanı götür, keç Ama- sana. Ay bala, kraskan. Ay, buna pul verirsən. İsraf edirəm, keç sən. Mənim oğlum deyilsən. Mənim belə oğlum ola bilməz israfçı. Ay Can Bədəl. Alo. Düşəz mənəm, qaradır, qara. Qara. Hə. Xəstə eləyə başqasının telefonundan ancaq sən yığa bilərsən. Düşəz, neçə ildən sonra səsi eşitmək biriniz dəfə belə çox həyəcan vericidir. Amma sənin səsin heç dəyişməyib. Bir şey deyim, bu uşaq nə məsələdir? Nədir? Şokdasan? Adın nədir sənin? Bədəl.
Bədəl, nə söhbətdir? Bəli, Qara müəllim. Bədəl bizim oğlumuzdur. Yox, sənin başın xarabdır, sən xəstəsən. Mənim niyə xəbərim yoxdur? Mən vurmadım, sən yıxılmadın. Bu uşaq hardan oldu? Sən məni boşayanda mən hamilə idim. Bunun dərdindən arvadını boşayandan nə gözləmək olar ki? Bilsəydin ki, hamiləyəm məni mütləq aborta göndərəcəydin. Ya da ki, uşaq sənin kimi ata ilə böyüməli olacaqdı. Nə olub abi, məni kimi atı ya? Heç dəyişmədi səni, heç. Tuvalet. Su gəlmir. Nəysə. Bir dəqiqənin içində bütün əsəblərini korlama. Nə dəyişdi ki, bu gəldi? Nə oldu ki, bu dala qayıtdı? Atasısan da uşaq gəlib biraz da səninlə qalsın. Burada nə var ki, hə? Bu vaxta qədər mən baxmışam, indi də sən bax. Harada qalacağam? Mənim yanımda nətər qalacaq? Mənim 50 dənə işim var. Mənim uşağa baxan yaşımdır. Hə, mənim ona baxmağa gücüm qalmayıb. Burada uşaq olar, evi tikilmişin qızı. Səhərdən nəsə yeyir, belə uşaq böyüdərlər. Soldan panorama ilə sağa kimi baxıram, uşaq qutarmır. Bu nədir bu boyda uşaqdır? Yeyir, yaxşı eləyir, yeyir. Özü qazanır, yeyir. Sən malını yemir ki. Qara, uşaq sənin yanında həmişəlik qalmayacaq. Onsuz da mən bədəlsiz çox qala bilmirəm. Danışırsan. Özü ki, narahat olma. Sizin yanınızdakı klinikada işləyir. Tak что xərcin də çıxmayacaq. Nə boşadın bana, nə qədər danışır. Nəysə, əsəbləşirəm səndən danışanda. Qulaq as, uşaqdan müğayət ol. İmkan ver. Özdə mənə sözün olanda öz telefonun var, kontur vur, sonra zəng elə. Uşağın telefonla zəng eləmə. Hələlik. Alo. Alo. Söz qutarın kimi zantbası dəyişməyib də. Bu! Hadi nə qalsan ay bala, fobiyam var qaranlığa, ne işıqlar yandırırsan? Ay bala, biraz qənaətçil ol da. Dədə, onlar bütün işıqları yandırar. Dəymədiyim yer qalmadı. Hə, gecə yatmaq üçün yıxıl yat da. Televizora baxa bilərəm. İşləmir. Burada kimsə yatıb çıxıb deyəsən, hə? Sənin quş yeminin qiymətinə xəbərin var, mənim özümü saxlayan lazımdır. Yumuru. Adın nədir? Bədər. Bədəl, biz bir evdə qala bilmərik. Mən sənətkar adamam, mən yaradıcı insanam. Sən səhər gün işığında mənim oynadığım rollara baxarsan, oynamadığım rol qalmayıbdır. Mən bu yüzdən ol. Mənim məşqlərim var, mənim işlərim var. Mən sənin qalmağıma görə pul verə bilərəm. Sən mən nə hesab edirsən? 150 manat. Mənim oğlum mənim evimdə qalmaq üçün mənə pul vermir. 180. 200. Nətər? 200. Get qonşulardan soruş. Bundan ucuz qiymətə ev desələr, məndən alçaq ata yoxdur. Çox oldu. Bilsəydim ki, ev oteldə qalardım da. Xoş gəldin. Otelə yesən. Şərəşül ayıq, xoş gəldin. Razıyam. Qarsan. O divardakı yazını sildiyinə görə təşəkkür eləyirəm. Z hərfini verirəm. Sağ ol. Hə, qulaq, o otaqda yatsan, eşidirsən? Mən burada gözüm səndədir. Yaxşı. İşığı yandırsan, durub sən toka verəcəm. Keç yerinə yıxıl yat. Get. Mən sağa baxıram. Aha. Niyə toka verirsən? Bədəl sağa baxıram. Aha, bax mən burada oturdum. Baxıram sağa. Sabahın xeyir dədə. Akşam bunu yazırdın, buraya elə. O nə də qara cıztına da yazmışsan divara. Axşam olub, səfər qaralamışam. Bağışla da. Hadi sen gel içeri. Gel içeri. Bunu dəyişmədim axı. Mart, April. Bunlar kim yiyip ha? Bunlar kim yiyip? Bədəl? Belli də, madəm ki sən bu evdə qalırsan, qaydalara riayət eləmək lazımdır. Deyirəm, yaz. Su həyat mənbəyidir. Ona görə də gün ərzində 2 dəqiqə istifadə eləmək olar. Artıq istifadə eləmək olmaz. Tez-tez baş yumaq sasa ziyandır, saç tökülür. Dişi həftədə 2 dəfə, çimmək 10 gündə 1 dəfə, o da şampun tapsan. Qeyd eləm. Sonra elektrik, yəni bildiyimiz işıq. Elektrikdən gün ərzində kateqorist istifadə eləmək olmaz. Qeyd eləm. 5 dəqiqəyə insan gözü qaranlığa alışır. Bəli. Qaz gündə 2 dəfə. Zavtrak, obeddə,
İstifadə edə bilərsən, axşam yeməkdə ziyanda adam səni sifətə salır. Bir təkinə baxırsan, bu nə dəmdəkdir? Tamam oğlansan. Məişət əşyaları. Televizor işləmir, maşın işləmir, soyucu da Sasuke'yə görə işləyir. Paltar yumaqda ayda 2 dəfə, o da əllə yumaq bəyənilir. Bəyənilir deyəndə, yəni elə bir məcburiyyətiniz var. Bütün bu qaydaları yaz, riayət elə, hələl bu qədər. Qalanı var, onları sonra deyərəm. Hamısını qeyd elədin? Dədə suyu necə düdün? Su gün ərzində 2-də. Suyu birinci demişəm. Bir biləği tərpət, qolunu tərpət da. Ya da piydik. Səs danışma. Gündə 4 saat yeyir. Vallahi billahi. O bizim nəsildən ola bilməz. O sənin oğlun deyil, deyil. Ay dadam, dişmə. Sənətlərinə kim yoxlatmışam. Dəqiq sənin nəvəndir. Mən ayrı şeydən qorxuram. Mən qorxuram o mənim pulumda. Yəni gözü fikri mənim pulumda ola. Hazırdır. O sənə pul verir axı. Məni inandırmaq üçün eləyirdən, hə? Nömrəsini götürmüşəm. İkinci gün məndən sağ çıxmadı, polisə xəbər eləyim. Səy danışma, deyən görüm. Deyirsən nəvəmdə, onu bir gün gətir. Həm görüşüm onunla, həm də ona bir yaxşı kurs keçim. 4 saat nədir bir gündə? Yo, neft maqnatı zatdır. Narahat olma, burada hamısı mehriban uşaqlarda öyrəşəcəksən. Hə, görürəm, çox sağ olun. Yaxşı. Ay, qaradərimi yandırdı. Buna pardazlıqla bıraxsan. Qırışdı. Gəldim qırışdı da, nədir? Eləm sana qarar. Nə, kimdir? Ay dədə. Nəsə ya? Balinasan sən. Öldürəcək var bir gün. Həmişə də axırıncı momentə saxlayır. Fikir vermə qara. Görüşə yetsən. Zibilə gid asarsan. Bəsdir. Tünd oldu. Qulaq dibi. Bəh. Ya bax sən. Otello Romeo'nun görüşünə hazırlaşır. Julieta'nın. Hə. Julietta Otello'nun görüşünə hazırlaşır. İndi dizlərini alalasın. Yaxşıdır. Düzərsən yavaş. Bu geyimdə gedəsən? Nə olur geyimə? Mən deyirəm, bəlkə dəyişiklik eləyim. Qızla görüşə gəlsən, romantik olsun. Nə biləm. Hə? Gəl bura oğlun səni gündürsün. Da-da-da-dam. Əslində fərqli geyinərdiniz, sonra onun düyməsinin biri düşüb. Başıma qoydu. Şimdi sən də özün biraz ağrıqla. Parmaq. Onlar tərbiyəsi. Biraz başım gəlir. Əslində piyada yermək cana çox xeyir. Sən inanırsan bu 8-9 kilometr yolda biz nə qədər kalori itirdik? Çox qalmayıb da, yəni 1 kilometr yolumuz qalıb. Yoxsa avtobusdan gedərdik. Hava da yaxşıdır bugün. Deyirsən, sürpriz bir yerə gedirik, hə? Səbrimə yatıra bilməzsən. Ayağım. Nigar, sən də laf çox xoşuna gəldi. Hələ bu arası birazdan bura çayla şokolad da gələcək. Hər şey əladır. Çox əladır. Müəllim, bir orada amma... Nə amma? Yox, Nigar, aması yoxdur.
Camaat coratdan bura qutab yeməyə gəlir. Ərəblər viz açdırır ki, gəlsin burada dəvə qutabı yesin. Amması yoxdur, belə şey yoxdur. Yox. Əslində bu mənim günahımdır. Mən sizə deməliydim bunu, Qara müəllim. Mən xəmir yeməkləri yeyə bilmirəm. Heç yeyə bilmirsən? Eyb yox. Qutab açarıq, göyərtisini sən yersən, xəmir yerini mən yeyərəm. Yox, mənim xəmir yeməklərində allergiyam var. Hadi. Açıq deyim, çox pis oldum, çox. Yəni mən 2 cür göy qutabı pişdirmişəm. İstəmirəm, qutaba görə söz söhbət olsun. Gedə səni yola salım. Hara gedir, evə? Evinizə, hə. Yox, mənə görə bizim birinci görüşümüz təxirə salınmalıdır. Bugün yadda qalmalıdır. Orada restoran var, yolun o tərəfində. Bəlkə ora gedək, hə, Qara müəllim? Restoran? Hə. Orada xəmir yeməklər olmur. Yox, orada balıq yeməklərdir. Balıq? Əhməd. Hər şey yaxşı. Kilki var bizdə. Ha, yaxşı, onda balıq yeyək. Hop, hop. Aha. Gəlirsiniz, Qara müəllim? Hara? Restorana. Niyə? Balıq yeməyi. Ha, yaxşı. Ha, gedək. Nə olur? Əhməd, mən getdim. Bəlkə də həmşərik edirəm. Hər şey yaxşıdır, Qara müəllim. Bu nədir? Mənə hara yatmışsan, ay Nikah? Nə oldu? Menüyə baxmışsan sən. Baxdım, ha. Nə pire var, nə kreçka var, nə o 4 kere dilimlənmiş sasika var. Göy qutabı nədir? O yoxdur, belə şey yoxdur. Bu restoranda ən yaxşı balıq yeməkləri var. Balıq. Hə, qızıl balıq. Bu nədir? Narahat olmayın bəy. Buyurun xanım, nə sifariş verəcəksiniz? Nədir? Belə şey olmur. Deməli mənə qızıl balıq və stoliçin salat. Başladı. Siz bəy? Siz stoliçin salat yazdınız. Qızıl balıq. Qızıl balıq. Mən diyetadayım. Bizim yaxşı dietik yeməklərimiz də var. Mənə su gətir. Qazlı, qazsız. Adi kran suyu gətir. Bizdə kran suyu olmur. Sən xidmət görürsən burada. Belə eləyirsiniz, turistlər qaçır da bu boteristanın bir dənə ərəb yoxdur. Administrator! Administrator! Buyurun mənəm. Sən, onca yoxdur, get buradan. Nəsə narahatsınız? Yox, narahatlığım yoxdur, yəni. Sən xidmət görürsən, ha? Gəl gedək Əhmədin kafesinə. Orada qutab zadı. Orada belə deyil, hər şey qəşəng, səmimi, rahat. Gedək. Mən axı qutab yemirəm. Mən geydim, qayıdıram, yaxşı? Ayab, mən oradan ki. Yox, zəng eləməyəcəm. Afsan! Harada qaldı salatlar, afsan! Ha, sağ ol, get.
Çok üzülürüm. Ya bildim. Ayıp olsun. Kompensasyon ödemez. Bütün haklar işten sağ. O zaman çıkartın işten. Biraz əsəb oldum mu? Karşımda yazdım. Ama yatta kalan için oldu. Ha? Sen soğuk değil. Oy, ben sen dedim. Bilmeden oldu. Ya aslında sen demezsen de vaktidir. Aya bak. İnansan həmin çaydı. Bəyər çaydı. Bir de belki taksiden gidelim. Ay, necə arkadan ben aydan danışırım. Sen taksiden Çünkü şimdi yatta kalan için de ayakla gidelim daha. Şimdi belki kinotiyatra gidelim. Buyur Bekir. Sabah görüşerik işte. Ne oldu? Yine bu saat 9 değil mi? Yakın da işiyle meşgul olmalıyım. Sabah tiyatroda görüşerik de. Halelik. Hələlik. Ne sürümde? Nigar. 9 mu? Oldu gel hadi. Elli dəfə demişəm, bu evdə işığı yandırma. Kimə deyirsən? İndi yandırarsan. Tamam, bu tuş aç. Bravo! Ne oldu? Keyif diye bir şey. Salam Qara müəllim. Vəziyyətim o deyil. İnan ki... Hə, Aydan qızım, buyur, nə lazımdır? Atam aylıq pulunu vermişdi. Hə, aylığı göndərin. Niyə 45 manat? Hanı bunun 5 manatı?
O gün verdim də 5 manatını. Sən də yaddaşın çox yaxşıdır da. Yaddaşın çox yaxşıdır. Atına denən gələn ay pulu gecikdirməsin. Yaxşı. Yox, sən bax, mən gedim. Salam dedə. 50 dəfə demişəm, bu evdə işıq yandırma, israfçılıq eləmə, ay bala. Stolu düzəltdim. Dağlaqlamıcı. Nə qədər sizi oppan düşsündə. Sağ ol. Pencəyevin düyməsi. Ha, qulaq as, o düymən pulunu verəcək qədər mənim imkanım yoxdur. Çox pisdir. Nə imkan? Özüm tikmişəm. Hə? Hə. Çox sağ ol. Bu da senari vərəqlərdir. Səpələnmiş eləyirəm. Arşın mal alan lazım da olacaq. Hə, əlbəttə lazımdır. Bir də bir söz deyim. Hə. Qonağınız var. Kimdir qonaq? Sənə demişəm ki, bu evə mənsiz qonaq çağırma. Ha, quş? O quşun yemini kim alacaq? Hansı pulla alacaq? Özüm sənə deyirəm... Mən alacam da. Onu sən alarsan? Hə. Bilirsən bədənlətərdir. Hə. Sən özünə başqa ev tap. Niyə, nə oldu axı? Mən başqa dünyanın adamıyam. Mənim özümün öz dünyam var. Deyən gəlim. Ha, bunun da dünyası budur da. Suya istifadə elə. Axşamınız xeyir qonşu. Gəlmək olar. Xeyirdirmi bu vaxtı? Bir balaca söhbətimiz var sizin. Açıq mən indi getməliyəm, başqa vaxtda qalsın. Uşaq sürətində görüşürük. Nə söhbət aç. Hara girsən? Açığı niyə aldırsan? Təzə qonşusan, salam aleyküm. Boksla məşğulsan qonşu. Ya, nə olub ki? Sul təzə düzəltmişik, amanatdır. Bu dəqiqə problemə düşəcəm ha. Hə, problemi mən özüm sənə yaradacağım. Qara, heç narahat olma. Problemin əlasını göstərəcəm sənə mən. Axşamınız xeyir olsun. Axşamın xeyir, qaqaş, axşamın xeyir. Fikrim məndə olsun. Bu cəmaat yığışdı, bu məhəlləyə asfalt çəkdirdi, 1 manat pul vermədi. Bu xəbərim olub, xeyir olsun, indi bildim. Hə, qoca adamlar pensiyalarından kəsdilər, xeyirşər evi tikdilər, yenə tükün tərpənmədi. Ay, bunlar qoca adamlardır, o dünyalarını fikirləşir. Həmən cavan adam, mənə dəxli var, bir söhbətləri. Hə, vallah sən də qocalacaqsan. Hə, qocalıb öləsən, sən də. Tutaq ki, sən öləndə sənə apardıq, torpaq yolundan bastırdıq. Hə. Hə, dalınca tullamağa bir kuşka su lazımdır, yoxsa yox. Başa düşəmirəm, sizin geyə vaxtı kruşka probleminiz var, yoxsa su probleminiz var. Aydın danışan yoxdur, bir aranızda. Qara, Hə. məhəllə susuz qalıb. Aha. Neçə vaxt cəmaat əziyyət çəkir. Nə varım? O nə böyük məbləğdir ki, onu ödəmək istəmirsən. 5-6 ay Orxan bəy sənin yerivə verdi. Amma adamın aburu həyası olar da. Ayıbdır. Mən bir şey qavraya bilmirəm. Mən sudan istifadə eləmirəm. Sən niyə su pulu ödəməliyəm? Haya, bu nə danışır? Ən azı bizə görə. Kimsiz siz? Əgər bu məhəllədə yaşayırsansa, onun qaydalarına əməl eləməlisən. Qardaş, xoşqa gəlmir, köçün məhəllədən. Mən beləyəm. Ay, nətər beləsən, ki biz bu gecə bura pul almamış çıxıb gedəsi deyilik. Oturun gözlüyün. 150 manat borcun yığılır. Onu ödə, suyumuzu bərpa eləsilər. Biz də hamımız şad xürrəm çıxaq gedək evimizə, işimizə. Ha, bir də qələmdər ki. İndiyə kimi mənim əvəzimə su pulunu kim verirdi? Orxan bəy. Orxan bəy, sən ödəmişsin. Mən ödəmişim. Bu 150 manat nə söhbətdir ki, buna görə gecə vaxtı mənim qonşular mənim qapıma gəlirlər. Ha, atam. Niyə məsuliyyət istəyirsən? Apar pulu ödə. Qardaş, Orxan bəy burada, siz burada. Abi, hə, yaxşı şeydir. Yaxşı, bir də çəkib oturub, gəlin pulu yatırım. Buna deyən qırağa dursun. Elə gedərsən, bax, elə gedərsən. Ha, dur da. Hara? Su pulun gətirməyə. Nə su pulu? Hay, nətər yəni pul? Suyun pulun da. Su pulu. Niyə su pulu verməliyəm? Yaxşı. Başa düşdüm, ha, yaxşı. Ayıqda qonşusuz. Dediniz, bir kəlmə qavradım, başa düşdüm, su pulu vermək lazımdır. Gəl. Ha, o bax. Hop. Getdik. Qara. Get də, qaqaş. Olmaz ki sən. Ha, gedirəm, oynayıram, ay qardaş, pul gətirirəm, mən. Belə şey yoxdur. Gedirəm daha, baba. Görsən? Nə olur? Orxan su pulunu vermir, gəlib məndən istəyirlər. Su pulunu da versəm, sabah da yeyirlər, işıq pulunu da ver. O, bunlar belədir. İnsan göz qaranlığa neçə dəqiqəyə alışır? 5 dəqiqə. 5 dəqiqə səbirli olun. Ay kəpənək.
Dur o ışıkları söndür. Ay yo. Değme. Zordu koy yansın. Ay cehenneme söndür gör o da üstelik. Ha, söyleme de. Durup söndüreceğim ha. Qədəndir? Pulsuz mesaj gönderir mənə. Sənə baxıram ay oğul. Gözəl göçək olansan. Amma yazığım gəlir. Niyə? Xeyir ola. Hələ belə ilə nə xeyir? Dünyada 3 dənə simiz adam varsa, ikisi sənin atondur. Hacı Qarası da, Hacı Qəmbəri də. Allah, mamın görü zibili çıxıb. Qonşular qapını basışdı. Su puluna görə. Girme. İnan girme. Simic, mənim atam. Siz nə danışırsınız saqqal? Siz elə bir sosimicliyindən o vəziyyətə düşür. Yox, qaqaş, yox. Sənin atanın xoşu gəlir. Qoca adamlar küçədə su daşıyanda. Şimdi neyim? Deyim dur kaç. Hara kaçınacaksın? Üzr istəyirəm. Yaşda məndən böyüksüz. Amma evimizə gəlməmişdən qabaq bir araşdırsaydınız daha yaxşı olardı. Mənim atam boğazından kəsir. O boyda yolu işə ayaqla gedir, gəlir ki, pulunu yığıb qocalar evinə versin. Hansı bir üz eləmişsiniz belə hərəkət? Hansız bu qədər kasıb-küsüb əl tutmuşsunuz? Heç bir öz. Ay padayaq danışan sen. Ne fer yani bu botu pulu veriyor? Ay güzel boyut değil. Alo. Bu uşaq da təzə gəlib. Mən nəsə bu uşağa inanmaq istəmirəm. Gedin bir görüm o nə edir orada. 150'nin üstüne bir 100 de koysan, sen öyün kiraya pulunu verirsen. Ay patazeli sen vermedin mi değişirsen sen. Sonra da bir spis tut da. Sen bu baştan getir o öyün pulunu ver. Sonra mənəcəm fırladasın ki su pulu vermişəm. Xeyr. Elizə deyirsən ver. Mən o qocalar evinin yolunu su yoluna döndərmişəm. Dayan. Gör imkan varsa kırık ver. Mən bilmirəm suyun pulunu verim, ya o pulu götürüm gətirim sənə verim. Qonşular. Nə oldu? Özünə sığ? Yox, səndə nə özünə sığ. Bayaqdan telefondan danışır, mən də ona qulaq asıram. Deyəsən uşaq düz deyir. Nə danışırsan? Vallahi elədir. Bütün pullarını qocalar evinə verir. Qulağımın şahidiyəm. Adam inanmaq istəmir. Necə eləyək? Gəlir deyəsən. Buyur, götürün gelin. Bu da su pulu. Allah ürəyə cəm versin ay qonşu. Bugün özümü laf əzlaf adam kimi hiss edirəm. Sən qarnına çörək yemə. İşə piyada get, piyada qayıt. Qəpiyi üstə yığıcına apar ver qocalar evinə. Kim? Mən? Hada dünyada 3 dənə kişi varsa 3'ü də sənsən. Sağ ol. Gəlin gedək ay qonşu. Sağ ol. Sağ ol. Mən də əlcəklərimi götürüm. Sağ ol. Bədəl, sağ ol. Sağ ol. Qara, heç ürəyini sıxma. Bu ki, nə qədər vermişəm yerinə pulu, bundan sonra da verərəm. Özünə fikir ver. Nə söhbətdir? Deyərəm. Dedim, mən də gedim. Ay harı keçsən, onlar öz evinə yedir. Sənin evin burada. Köz tutağına yat. Birdən xeyrə. Salam Melek. Hoş olan bir Salam. Buyur. Ay millet. Niye başlamışsınız? Başlayın da. Ay yoldaş, biraz sakit olar. Olar iyi olmuş. Hoş gelmişsiniz. Deyirəm, Allah Yaşar'a rəhmət eləsin. İndi başlayacaqlar. Başlasınlar. Sizin komissiya Arşın Mallanın bugün en ideal variantını görecek. Nedir senin derdin? Buna ahuzardır. Nedir senin derdin? Buna ahuzardır.
Cəmil. Sənində. Narahat olma, həyəcanlanma, hər şey səndə əla olunacaq. Bu yaşa gəlmişəm, hələ sənin kimi Süleyman oynayan görməmişəm. Qara, həyəcan öz yerində. Mən məsuliyyətdən ölməsəm yaxşıdır. Bax, bu günləri mənim həyatımın ən vacib anıdır. Bu gün özümü təsdiqləsəm, bilirəm ki, dalı gələcək. Dalı gələcək. Sən telefonunu mənə ver. Ay həyəcanım, sən o boyda Hollandiyada zalı ayağa qaldırmış adamsan. Nə qədər oğlan sən məndən Yaxşı da zarafat eləmə. Yox, ciddi deyirəm, Amma həyəcanlanma. sağ ol ki, mənə stimul verirsən. Sənin sayəndə güclənirəm. Cəmil, çıx telefonla danışıram. Hə, yaxşı. Nədir sənində? Cəmil, telefonla danışıram. Gör nə günə qalmışıq, Süleymanı Cəmil oynayır. Alo, Bədəl. Hə, dədə. Sən çıxanda yadımdan çıxdı sadiyim. Bu işıq puluna görə gələcəklər, o gədədən gözüm su içmir. Şoçka bir yerdə baxarsınız. Özüm də komisə gəlib tamaşanın iş baxışına. Onları yola verib gəlirəm. Hə. Evdə kimsə var bədə? Hə, şeydir, Səməd girdik, gəliblər bizə. Nətəryani istədilər. Ay, o hardan çıxdı, ay Bədəl? Dədəm salam deyir. Bədəl! Ay, dedi, nəğərim, evlərindən çıxardıblar. Kreditə görə yazıqları gətirdim ki, çöldə qalmasınlar. Amma söz verib, sabah qardaşı ona pul verəcək, kreditin pulunu verəcəklər. Sənin başına atdım. Niyə bizdə qalmalıdırlar? Ay bala, mən göz maçanı o evdə qarım. Mənim qapım açan olmayıb. Gəldin üçün deyil. Bu nə qolaq qaradı Bədəl? Bu nə səsi gəlir? Hə, uşaqlar biraz nazırlıq edirlər. Bədəl, tostoranı qoşmusunuz. Ay, dədə, uşaqlar dəcəlcələr denəm. Unu dağıdıblar yerə. Maması da sağ olsun, təmizləyir. Bədəl, tez denən geçsinlər evlərinə. Sən bilirsən tostora nə qədər pul yazır? Bir günlükdür də. Hə, xanım, uçu oradadır. Bədəl, şunu da bıraksınız. Mən havalandırmaq istəyəm Bədəl. Gəlirəm. Niyə başlamışsınız? Niyə ləngirsiniz, hə? Abi, sən neysən burada? Geç öyle, geç. Arif müəllim, qaran gözlüyük. Qara gəlsin başlayaq. Nətər yəni qara gözlüyük? Hani qara? Bilmirəm, Fad qara hanı? O deyil gəldi qara. Arif müəllim, bir dəqiqə mən getməliyəm, təcili getməliyəm. Nə dersin? Zarafat edirsən? Əşi deyirəm, problemim var, getməliyəm. Nə problem? Tiyatro üçün problem yaratmaqsın, bir saatdə tamaşadır da, oyna, el çalmaq gözləmə, çişət də. Mənim baş qəhrəmanıma bax, oynayın. Necəsən? Biraz əlli olun, diri olun, musiki! Nalədendir ney kimi, avazeyi eşkim bülen. Nalə tərkin qılmasam, ney tək kəsilsəm bənd. Ney tək kəsilsəm bənd. Ay xala, cahan xala, birbaş ol tez gəl bura. Hələ tez gəl, dad gəl. Hey, xala. Biridir. Vay xalam boyuna qurban. Nə olub yenə belə Heç olmayıb da evlənmək istəyirəm ay xala. Çadramı. Çadramı sağlam baş. Çadraya əziyyət verməyə ehtiyac yoxdur. Hardadır mənim dostum Süleyman? Süleyman! Tez gəl. Süleyman, hadi gəl. Nədir sənin dərdin, buna ahuzardır. Heç bir dərdim yoxdur. Dayan, Süleyman, heç bir dərdim yoxdur. Beynimə bir ideya gəlib. İstəyirəm ki, arşın malçı kimi evlərə gedim. Özümə qız tapıb evlərim. Necə ideyadır? Əla fikirdir, xoşuma gəldi. Ver getir, mən gedir. Biraz əlli olun, tez olun, geçirəm. Çıxın səhne, ver musikini. Narahat olma, siz bazada hamısını həll edəcəyik. Ay bala, sakit olun. Hadi ben sen miydin bu telefon işlerini? Bana tamam, nerede dedi şimdi? Aman diyorum size, rahat bak. Kızlar çok bekarsınız. Daha diyorsan Sultan Bey'sin, çok bekar bırakıp. Sen telli değilsen, git Veli'nin yanına. Bu Veli'yle bildiniz. Kızlar çıkın, tez gidin. Sen dayansan gel. Ben ilk baştan sevgiye inanırım. Çok güzelsen Nigar. Üzr istem Nigar dedim. Cüzdan ne demek istedim? Kızım koş gibi. Ben de biliyordum. Hele ben doğdum, hele ben doğdum, hele ben doğdum. Dilber, kalabilmeğine saçım. Alkışlar gitti.
Salam. 12 dəqiqədə çox möhtəşəm quruluş. Xoşsa gəldi. Çox gözəl. Müasir teatr belə də olmalıdır. Doğrudan bəyəndiniz. Təbrik edirəm. Bəli. Mən gedə bilərəm. Cahiyyən. Sən. Gəl aparım siqara müəllim. Yox, sən sür. Mən tələsirəm, sənə çatdırmayacağam. Qonşu, sən də inşallah 2-3 günə qaytararsan krediti. Rahat oturarsan evdə. Narahat olma. Sabahda da həll eləyəcəm. İnşallah. Salam dədə. Qara nə var nə yox, axşamın xeyir. Salam Qara müəllim, necəsiz? Qara, uyan da. Necəsən? Bu qədər yatmaq olar. Hamısı yuxudaydı. Sən qonşular deyirsən? Hə. Onlar yuxuda öyrədi. Ay Bədər. Nigar, necəsən? Teatrda nə var, nə yox, Nigar? Hər şey əladır. Bütün el-oba səndən danışır. Adım çıxdı eləmi? Mən səninlə fəxr eləyirəm, Qara. Bədəl mənə danışdı. Mən də getdim, hər şey teatrda danışdım. Dedim ki, sən niyə görə bunları eləyirdin? Firəngizin üzünü görsəydin, partlayırdı hirsindən. Ürəyimdən tikan çıxdı. Sən Firəngizin başını bırax, o Səmətgil işığın, suyun pulunu verdilər. Yox. Sən mənə görə gəlmişsən. Bədəl. Ay Bədəl. Hə? Get saçqayı. Hamısını? May ayına kimi. Nigar. Sən mənim qayğıma qalmağın çox xoşuma gəlir. Qaram. Ay can. Sənə bir şey demək istəyirəm. Ürəyin nə istəyirdi? Dalasimiya uşaqların xeyriyyədə birgə... Atamın canı dalını gətirmə. Bədəl qayıt. Birini bilirsən, beşini bilmirsən, vəziyyətim o deyil, Nigar. Sən məni bilmirsən vəziyyətim. Yox, sən narahat olma. Xeyriyyə tədbiridir. Hər şeydə pulsuz olacaq. Yemək, içmək, aktyorları çağırıblar, müğənniləri, şairləri, hə? Teatrdan da mənə deyiblər. Mənə də xəbər bu söhbətin xahiş edirəm, Nigar. Mən istəyirdim ki, sən də mənimlə gedəsən də. Bədəl. Bədəl də götürək. Bədəl o məndə demirdim. Gəlin hamımız bir yerdə gedək. İstirahət edək, dincələk də. Maşın arıblar. Sən maşınla gedək də dədə. Mən maşınla niyə? Bir dənə, xodda görə hələ bir akkumulyatorun ölməyib. Deyir, heç sürülməyib maşın. Qızın yanında deyirsən, sürülməyib, maşın bazarında çiynimdə yatmışam. Mən maşınla gedər, problem yoxdur. Dədə, bəs benzin? Benzin? Narahat olmayın, mən vuraram. Yox, qara qadın əlinə baxan kişilərdən deyil. Benzin özüm vuracam, nə qədər lazımdır.
Deyir elə yox xoda düşəcək. Hemen bu maçdan baktığım kimi özüme baksaydım indi top kimiydi. Yok indi top kimi ya. Ama Tola burada xoddan. Hara baxsan bax, təzə maşın, təzə maşın. Badal niye elini belə tutursan? Dilənirsən, belə tut da elini. Kaç dedi kaç. Badal belə olmayacaq. Belə olmayacaq Badal. Nigar, qoy Badal otursun maşına, maşına nəzarət eləsin. Sənlə mən gedək tədbirə. Mən tək tane maşında oturum. Bədəl tək qalsın burada. Ha, yaxşı. Mən maşında otururam, maşını nəzarət edirəm, siz gedin bir yerdə tədbirə. Gəl. Sənsiz tədbir necə keçəcək? Yaxşı. Bədənlə mən gedirəm tədbirə, maşını nəzarət edin. Mən tək qalım burada. Ay Nigar, sən nə istəyirsən? Başa düşürəm, o qalmaz. Maşınımı küsüdə qoyum gedim. Belə şey yoxdur. Tapdım. Evakuator çağıraq. Niyə? Narahat olma, pulu mən verərəm. Problem pulda deyil. Mən evdə şoçka baxmağa çıxanda da pul əlimdə olur. Mən pul problem... Sadəcə nə problemimiz var ki, biz evakuator çağırırıq? Parmağım tut. Xanımlar və cənablar, bu özəl, xeyirxah gecəyə xoş gəlmisiniz. Öz qızıl vaxtınızı ayırıb bura toplaşdığınız üçün hər birinizin qarşısında əvvəlcə baş əyirik. Bugün, bu gecə bax bura toplaşan hər biriniz bir əfsanəsiniz. Çünki bu xəstəlik müalicəsi üçün maddi imkanınızdan keçib bütün pullarınızı xərcləməyə hazırsınız. Nə deyil bu? Nə deyil bu? İnsanın insan olduğunu hər nəfəsində bildirənsiniz. Ona görə də eşq olsun sizlərə. Sen hamısı Bura toplaşan siz xeyirxah insanların Ama sen həmişə işe gittiğin şeyle gelmişsən. Amma əvvəlcə istərdim bu elə şkafdakı təzə kostyumumdur. Pardon, tez bu oldu. gecənin Kulağını verirsen biraz yaxın otur kızım. Yaxşı, selam, biz yaradıcı dostum. insandır. Gözəl aktrisamız Nigar Vəlizadə gəlir. Hər vaxtınız xeyirli olsun, xeyirxah insanlar. Görürəm ki, masalarda heç boş yer yoxdur. Bu çox sevindirici haldır. Bəlkə də toyumda bu qədər qonaq olsaydı heç sevinməzdim. İmno sənə baxmalıydı da öz toyunda. Belə bir halın olması böyük bir Ananla abır elə. Anam bilsə Allah nəzir verər. İnsanın keyfiyyətlərinə görə, böyük geniş ürəyinə görə özümdə kəşf etdiyim insanı sizə təqdim edeyim. Xanımlar və cənablar, teatrımızın fəxri, əməkdar artist Qara Hacılını dəvət eləmək istəyirəm. Gel. Bravo. Hoş gelmişsiniz Qara müəllim. Çox sağ olun. Alqışlarınız üçün minnətdarlığımı bildirirəm. Əslində haqqımda deyilənlər biraz şişirdilmişdi. Mən insanlıq borcumu yerinə yetirirəm. Yadımdadır ilk dəfə qocalar evinə atam aparan... üzr istəyirəm, fikir oldum. İlk dəfə mən qocalar evinə gedəndə hamı qışqırır. Qara, dedi mən nədir adam görməmsiniz deyə belə edirsiniz. Dedilər ki, bəs Qara müəllim, bəs siz ki, hər ay gəlirsiniz, bizə baş çəkirsiniz, atanıza baş çəkirsiniz. Üzr istəyirəm, biraz fikrim yaygınlıq. Biraz səmimi danışaqım. Mən bayaqdan burada hər kəsin üzünə baxıram. Hər birinizin üzündən xeyriyyəçilik yağır. Və burada niyə iştirak etdiyinizin fərqindəsiniz. Amma aranızda bir nəfər var. O hazır deyil. Bu məclisə təsadüfən gəlib düşür. Yox, orada axtarmayın.
O insan qarşınızdadır. Mənəm. Mən də istəyərəm ki, yardım edim, əl tutum, köməklik eləyim. Amma bu məndə alınmır. Mənim üçün qazanmaq, yığmaq, paylaşmamaq bunlar da qanun. Nə qədər istəsəm də dəyişə bilmirəm, çünki mən belə doğulmuşam. Mən də istəyərdim siz kimi olun, mən də istəyərdim o xəstə körpələrimizə, uşaqlarımıza kömək edeyim, amma bacarmıram. Bu dəqiqə içimdə böyük bir müharibə gedir. Mən də istəyirəm əl tutum və Mən sənə güvənirəm. Yaxşı. Bəli, mən bunu eləyəcəm. Bu gün bunu eləyəcəm. Bravo! Eləyəcəm mən bunu! Bravo! Bravo! Qoy körpələrimiz sağlam olsun. Qara kim onların dayısı var, qoymaram manisini çəksinlər. Tüm qazancımı var mı devlətimin? O uşaqların sağlamlığı üçün xəşləyirəm və 40 manat pulumu 40'ında verir uşaqlara. Aslı Qaraməli. Razıyam. 50 manat bir tane onluk içine de 20'lik. Bu. Bize gider. Qaraməli, 1000 manat. 1000 manat. 1000 manat. Neçə manatı gətirsən? 500 manat. Ne tartışır ha? 3000. 3000 kadar. 3000. Ben bunu eləyəcəm, bəli. Sana bunu eləyəcəm. 3000 manat. 3000 manat. Bravo Qaraməli, bravo. Ama hamınıza deyirəm, dədəmin sarı xətirmədən minimum 3000'den başlamaq. Ama pullu qaçlamalı da uşaqlara, körpələrə. Bəndən! Gözüm qaralır. Gözüm qaralır. Bu pulu uşaqlara verirəm, fəd eləyirəm pulu. Burnum böyle tez kanıyor ha. Bilseydim böyle olacak, qabaqcadan sənə deyərdim bu pul məsələsini. Günah məndədir. Onsuz da geçti. Getdi 3000 manat. Evakuatörün pulunu verebildiniz. Hə, verdi. Zəhlən gedir ha məndən. Səndən zəhləm gedir. Yox, Nigar. Əslində bu dünyada ən axırıncı zəhləm gedə biləcək insan sənsən. Biraz həyəcanlanıram. Baxmayın belə. Yox, istəyirəm baxaq. Bilirsən Qara. Mən ilk öncə sənin sənətinə vurulmuşdum. Teatrda nə öyrənmişəm, hamısı sənə baxa-baxa öyrənmişəm. Bolşoy teatrda çıxışa 10 dəfə baxmışam. Həmən hisslər qalır. Amma teatra görə yox. Doğrudan düzün deyim Nigar. Aslında mən inanmırdım ki, kimsə mən olduğum kimi qəbul eləyə. İlk başta səndən də şübhələnirdim. Amma sonra çox sevindim həyatıma gəldiyin üçün. Həyatıma gəldin, həyatımın rəngi dəyişdi. Dünya baxışlarım dəyişdi. Bir də... Nə? Bilirsən Nigar, elə hisslər var ki, sözlərlə ifadə eləmək olmur. Bir də dodaqlar təkcə danışmaq üçün deyil.
Hadi. Çox şükür qara müəllim. 2 konverti çıxmaq şərti ilə qalanı buradadır. Yox, borcumuzdur, insanlıq halıdır. Bunların əlindən bilmək olmur ya, hara gedəsən. Çox sağ olun, dəvət elədiniz. Allah sizin ürəyinizə görə versin. Çox sağ olun. Ay bala. Tuvaletdeydim, haradaydım? Ne bileyim məqamları, sən tuvalet dur. Sənlə yolu söhbət Sağ olun. Sağ olun. Çox sağ olun, Nigar. Çox sağ olun hər şey üçün. Sağ olun. Hara getsən? Ay Bədəl, bir çıx girim, yuyunum, suyun siftəsini eləyim. Bədəl! Ay bala, sən əməlli başlı burada yaşayırsan, işığı yenə yandırıb. Gözün qaranlığı alışdırırsan, girib yuyunursan. Burada nə var ki, ay bala? Yenə dağıdım. Aldım axı mən! Ne oldu dede? Canı qəzdir oldu, vallahi ayak altına koyma! Qara Hacılı. Bəs. Tünd olanda denən. Yaxşıdır. Öğren de bu limon dadı için. İyi daha iyi. Pendir de almışam, sen tarafa koyayım. Sağ ol, çok sağ ol. İştahım yoktu. Saskayı. Çay işte ha. Hadi sana nuş olsun. Geçmişəm. Biraz tezirə qara. Gözü. Halal olsun Süleyman. Sen ne kelek bassan şeytan. Şeytan lanet. Bacından sesim çıkmış. Hadi. Şüphelenmiştim. Birinci günden şüphelenmiştim. Hisselemiştim.
bədəl hazırlasın. Siz də işləyin. Bədəl hacılı? O kimdir? Hazırlı bədəl. Yenə də baxın. İşləmir. İşləmir? Xeyr. Tükəz. Qara? Qara yara. Bu nə oyundu qurmusan? Oğlunla mən pullarımı oğurlamaq istəyirəm. Salam aleyküm. Nə oyun? Nədən danışırsan sən? Başımı xarab eləmə Tükəz. Oğlunun telefonu evdə qalmışdı. Bütün yazışmalarınızı oxumuşam. Nə danışırsan sən? Bu tamaşa buna görə idi. Tükəz, mən deyəndə işim inanmır. Boşandın, gördün, tək qala bilmirsən. Dedin ki, dedim o əfəlin pullarını oğurluyum. Hə? Gədəni də bu oyuna alət elədin. O tualet həvəsi. Tualet həvəskarı, hə? Tualet həvəskarı? Bax. Yaxşı bax. Tualet həvəskarına. Böyrəydi. İlin əvvəli bilmişik. Həftədə 3 dəfə keçməlidir bu proseduru. Bütünü var mı yok mu koymuşam. Daha heç neyim qalmayıb. Bir quru canım qalıb onu da verirəm. Məndən uyğun gəlmir. Bir çarəsi yoxdur. Hansı sırda yaşayırıq? Hər şeyin puldan ölçüldüyü əsrdə. Böyrəyi transplantasiya olmalıdır. Xeyli pul lazımdır. Heç donor böyrəyi də yoxdur. Bəs mənim niyə demirdin? Sənə demək, sənə necə deyəydim qara, hə? Səsimi eşidən kimi, pulun adını eşidən kimi trubqanı atacaqdın. Özü kimə tanıdırsan sən? Tükəz yaxşı. Bax, bu xəsiyyətlərinə görə istəmirdim bədəl tanısın səni. Demişdim ki, ölmüsən. Hə? Bu solğu xəstəliyi olmasaydı yenə deməyəcəkdim sağ olmağımı. Bir gün durub dedi ki, gedirəm atamın yanına. Nə qədər elədim, saxlaya bilmədim. Deməli, heç nə deməyib, hə sənə? Belə də bilirdim. Yəqin heç dəyişməmsən ki, uşaq sənə dərdini deyə bilməyib. Nə vaxta qədər qara? Nə vaxta qədər, hə? 25 il keçib, adam ol da sən nə vaxta qədər belə olacaqsan, hə? Buradan qiyamətə qalacaqsan? Adam ol da! İlk dəfə idi ömrümdə üzüm gülürdü. Özüm adam balası kimi hiss eləyirdim. Hamısı bu uşağa görə idi. Mənim oğluma görə.
Axşamın xeyir ay qoş. Axşamı xeyir. Nətərsən, nə var nə yox? Sağ ol. Yaxşı ol, yaxşı ol. Neçə gündür səni görmürəm, ona görə narahat oldum. Dedim görüm nə varsan, neyinisən? Sağ ol, hər şey yaxşıdır. Yaxşı ol, yaxşı ol. Yaxşı onda mən gedim. Sağ ol. Qara, sən elə belə adam deyilsən, özündən müqayət ol, yaxşı? Qədər. Dədə. Hadi. Daha gəlmişsən valla. Çıx get başıma dön. Dədəl biz dostlaşmışdıq, bəs mənə niyə işlə deməmsən? Çünki yaşamaq istəyirdim. Axırıncı ümidim də sən idin. Mamaya dedim, sübut edəcəm, sən elə dörsən. Çünki mənim atamsan axı. Hər şey də yaxşı gəlirdi valla. Amma o konvertdən sonra... Nə konvert? Sən Allah yaxşı, ya xəbərin yoxdur. Pencəyevin cibindən düşəndə gördüm. O xəstə yazıq uşaqlara belə hərəkət edən adamdan mən nə kömək gözləyim, hə? Hansı adla gəlib deyərdim ki, ata, qurban olum, ölürəm, mənə pul ver. Ay kişi, sən bilirsən 20 il atasız yaşamaq nə deməkdir? Bütün uşaqların dədələri bağçadan gətirəndə, məktəbə aparanda mən necə mal-mal onlara baxırdım. Uşaqlar dava edirdilər məktəbdə. Deyirdilər, qeyb dədəmə deyəcəm. Gəl də yazıq-yazıq onlara baxır. Mən kimə deyərdim? Mənim kimim var idi axı? 20 il. Nifrət edirəm bu rəqəmə. Dalıca da bu zəhrimara qalmış böyle. Gəldin, gördün də nə vəziyyətdə. Amma bu boyda müsibətdən sonra sənə bilsən nə deyirlər? Dədin sağdır. Bilirsən bu nə deməkdir? Bunun adı ümiddir. O ümid ki, gedim o atanı qucaqlayım. Ona yaxınlaşa bilim. Heç olmasa onu öpüm, qoxlayım onu. Bu yaşında mən də anama dedim ki, atama deyəcəm. Amma deyə bilmədim. Yalvarıram ata, çıx get. Dədə. Heç elə bir mən olmamışam bu həyatda. Hər şey yoxu kimi idi. Tak, ne oldu ilin adamı? Gitti. Bayaq buradaydı ki. Kim? Xilaskar deyirəm də. Bayaq burada kişi yox idi. Sevinmirsiniz nəsə, nə olub? Olmayan fikrimdən daşınıb. Doktor, nə danışırsınız, nə olub? Zarafat edirsiniz? Bayaqki adamı deyirəm də, buradakı kişini, bu nə indi, qohumundur? Yox, dədəm idi. Hə,
Mən də deyirəm, niyə belə uyğun gəlir analizləri? Təbrik edirəm. Öyrəyin verib sənə, sabah əməliyyat olunursan. Hələ əməliyyatın pulunu da ödəyib. Deməyib sizə? Yox. Yəqin sürpriz eləmək istəyib. Bir də təbrik edirəm. Hazırlaş, birazdan gəlim, gedirik analizə. Gözünüz aydın olsun. Dədə, super, əla. Teatr çox maraqlı idi. İndən belə bütün tamaşalara gəlib oturub baxacağım. Xoşuna gəldi teatr. Budur da və teatr və aktyor budur da. Maşallah, tamaşa axıra kimi baxdı, tualet zadı da çıxmadı. Yaxşı dayı, bir böyrək verim, sən uşağı dəngələmə. Elə deyirsən, bir böyrək verirsən, elə bil avtobusu yol pulunu vermişəm. Böyrək vermişəm, canımın yarısını vermişəm. Canımın yarısını da gördük. Qəşəng qızdır. Amma yazıq qız. Çox yazığım gəlir ona. Ne yazığın gəlir? Özünə yazığın gəlsin. Məni kimi oğlanın qədrini bilmədi. Getdi dədəsi evinə, əlin bala batdı. Mən səmani olmuram. Yox, Salam. Hoppa. Oy, sonra gələrəm. Ay, yox. Gəlin. Gəl. Biz gedirik. Yaxşı, biz gedək. İnşallah səndən bir də görüşməliyik. İnşallah. Mənə görə qulluğun. Heç zat, bədələ dəmi qalsın, şəhərdə işim olacaq. Bədəlində nə işin var? Gəl sənin yanına gələndə mənə demişdi. Yaxşı, sağ olun. Sağ ol. Sizə də uğurlar xanım qız. Çox sağ olun. Sağ olun. Sağ olun. Sən qal. Ay, sən hara getsən dedim axı, sən kursa yazdıracaq. Kurs? Nə kurs? Belə şey yoxdur. 3 manata cavab olur. 3 manat yaxşıdır da, hər yerdə 6 manat. Ay, özüm qiyməti 3 manat endirmişəm. Bu gəlinimiz gəlib çıxmadı. Gecdir. Yox, həyatım, narahat olma, harada olsa buralarda deyim ki, bədəl telefonumu ver. Bədəl telefonu ver. Niyə? Saçımı darıyıb, üzümü qırxayam, telefonu ver, görə sən gedir. Niyə? Xeyr olan mənim telefonuma yığırsan. Öz telefonla yığ da. Hə, kursların qəşək keçmirsən, ha. Yaxşıdır, səyirəm, telefonumu ver. Dədə, zarafatsız deyirəm. Vallahi kontrolumda yoxdur, zərətkam da yoxdur. Öz telefonla yığ, kimisən danış, kimisən çağır bura. Bədəl ciddi deyirsən. Bədəl? Mən sənə böyrəyimi vermişəm. Odanım, telefon vermişəm, telefon ver. Dünən kontrol verdim. Ha. İndi yığ, kimisən çağır, kimləsə danış. Da bəs deyək ki, oğlan ağ eləmirsən, ay dədə. Belə oldu Bədəl. Belə oldu. Bədəl? Ha. Bədəl! Bədəl! Böyrəyimi qaytar! Bədəl! Böyrəyimi qaytar! Qara göz boy boy boy, qara göz boy boy, qara göz boy boy boy, qara göz boy. Qara göz boy boy boy, qara göz boy boy, qara göz boy boy boy, qara göz boy. Gələr sallana sallana
boy, Qara